Nakibən, mən sizdən bu sazişin iqtisadi prizmasından yanaşmanızı xahiş edəcəm. Söhbət nədən gedir? Doğrudanmı Ukrayna öz iqtisadi potensialına nəzarəti götürdü, verdi Birləşmiş Ştatlara? Yəni, yoxsa bu kifayət də populist və qərəzli yanaşmadır? Burada həqiqət payı ondan ibarətdir ki, Ukrayna tək başına qərar verməyəcək. Bu həqiqət payıdır. Amma gəlin başqa tərəfdən baxaq da, o resursların mövcudiyyəti haqqında məlumat çoxdan da var idi. Hətta SSR vaxtından da bilinirdi ki, Ukrayna ərazisində hansısa metallar var, hansısa faydalı qazıntılar var, haradasa slans nefti var, slans qazı var. Amma onlar çıxarılmırdı. Niyə çıxarılmırdı? Çünki texnologiya və investisiya lazımdır. İndi texnologiya və investisiya da Amerika Birləşmiş Ştatları tərəfindən təmin olunacaq. İş yerləri yaranacaq. Oradan gələn gəlirlərdən Ukrayna dövlət büdcəsinə vergilər ödəniləcək və s. Yəni, bu nöqteyi nəzərdən Ukraynanın atdığı bu addım çox qısa zamanda Amerikaya milyardlar qazandıracaq anlamına gəlmir. Hətta ilkin bir neçə ildə Amerika Birləşmiş Ştatlarının ora böyük həcmdə investisiya qoyması nəzərdə tutulub. Bundan başqa digər ölkələrində həmin investisiya fonduna qoşulması da nəzərdə tutulub. Gələcəkdə bu da ola bilər. Yəni, bu nöqteyi nəzərdən Ukrayna mənə elə gəlir ki, ciddi bir şey itirmir. Zaten Rusiya ordusu işğal edə-edə Ukrayna torpaqlarını irəliləyir. O resursları zaten bir qəpiksiz, necə deyərlər, işğal altına alıb özü istismar edə bilər. Yəni, başqa digər resursların da aqibətinin belə olmasındansa, böyük bir konsorsum şəklində idarə olunması daha məntiqlidir. Və burada 1 trilyon dollara yaxın Ukraynanın bərpasına vəsait tələb olunacaq atəşkəsdən sonra. Bu müharibə zaten dayanacaq, yəni günün birində dayanacaq və mən düşünürəm ki, yaxın zamanlarda dayanacaq. Bu sülh anlamına gəlmir, sadəcə atəşkəs anlamına gəlir. Bu 1 trilyon dollar haradan tapılacaq? Yəni, çox böyük məbləğdən söhbət gedir. Ona görə də Ukraynanın bu sazişi imzalamaqla bir şans qazanır, investisiya cəlb eləmək şansı qazanır, iş yerləri yaratmaq şansı qazanır və fondun adından da göründüyü kimi həm də Ukraynanın bərpasına xidmət edəcək bir məsələdir. Hətta mən düşünürəm ki, düzdür, bununla bağlı birbaşa rəsmi açıqlamalar yoxdur, amma Rusiya ilə də çox güman ki, razılaşdırılıb bu. Çünki Rusiyanın dondurulmuş aktivlərindən də istifadə olunacaq. Rusiya da bunu anlayır. Zaten o aktivləri heç kim Rusiyaya qaytarası deyil. Rusiyanın 300 milyarda yaxın dondurulmuş aktivindən istifadə olunması mümkündür. Hətta işğal altında olan ərazilərdə də istifadə olunması mümkündür. Forma olaraq o da Ukrayna ərazisi. Amma bu mexanizmi tapılmalıdır. Tapılacaq çox güman. Çünki o da Ukrayna ərazisi sayılır da. Ukrayna buna etiraz da eləyə bilməyəcək. Çünki faktiki olaraq Ukrayna ərazisi kimi həmin ərazilərdə, həmin investisiyalardan istifadə olunacaq. Yəni, burada çox çətin bir mexanizm yaranır. Ukrayna, məsələ burasındadır ki, Rusiya öz qanunvericiliyinə görə həmin Ukraynanın şərq hissəsini özünə birləşdirib. İndi siz necə təsəvvür edirsiniz? Amerikanlar gedib orada tutalım ki, kömür hasil edəcəklər. Hasil edildikləri kömürdən gələn pulu Ukraynanın bərpası üzrə investisiya fonduna keçirəcəklər. Rusiya da onda deyəcək ki, mən burada nəyəm? Ukraynanın ərazisini bərpa deyəndə həm də şərqə Ukrayna ərazisinin bərpasına nəzərdə tutulacaq. Yəni, bu da var. Biz bu müzakirəsini mütləq apararıq. Mən Rusiya-Ukrayna müharibəsi ilə bağlı hərbi ekspertlərin yazılarını çox oxuyuram. Həm Rusiya tərəfdən, həm Ukrayna tərəfdən, həm İngilis dilli ekspertləri. Əslində cəbhə xəttində nə o tərəf, nə bu tərəf irəliləyə bilmir. Üstünlük yox. Zaluzhny, səhv eləmirəmsə, məqalə yazmışdı və demişdi ki, bu o müharibə oldu ki, müdafiə texnologiyaları hücum texnologiyalarını üstələdi. İndi əgər Rusiya hücuma keçmək istəsə, çox böyük qüvvə qırılmalıdır. O neytral zonanı, dronların zərbələri altından keçsinlər ki, nə var, bir balaca, bir qədər irəliləsinlər. Eyni məsələdə Ukraynaya aiddir. Yəni, Ukrayna da hücum edib nəsə ciddi bir nəticə əldə edə bilməz. Və belə olan bir vəziyyətdə, yəni ki, faktiki olaraq bu Birinci Dünya müharibəsi dövründə Arden var idi və s. İpr var idi. Tərəflər irəliləyə bilmirdilər. Yəni, müharibədə pat vəziyyətidir. İndi masada Rusiya nə edəcək? Bir variant İlham müəllim dedi ki, biraz fikirləşəcək. Digər bir variant Putin deyə bilər ki, siz nə imzalayırsınız, özünüz bilərsiniz, mən öz mövqeyim deyəm. Bilirsiniz, burada Rusiya ilə Amerika Birləşmiş Ştatlarında olan söhbətin detallarının hamısını biz bilməsək də, mətbuata sızan məlumatlardan belə anlaşılır ki, Ukrayna məsələsi haradasa 5-ci yerdədir, bəlkə də 10-cu yerdədir. Yəni, Rusiya ilə Amerika Birləşmiş Ştatları digər məsələlər üzrə anlaşsalar, Ukrayna məsələsində Rusiyanın güzəştə getmək imkanları və fürsətləri var. Çünki Putin nəyə qələbə desə, o qələbə olacaq. Bax, nə qələbə elan olunsa, o qələbədir. Yəni, Rusiyada bunu etmək daha asandır.
Hətta bir hüquqi don da geyindirə bilərlər ki, administrativ sərhədlərə biz dedik, amma indi düşünürük ki, biz axı orada referendum keçirməmişik. Orada axı Ukrayna hakimiyyəti nəzarət edirdi. Ona görə bəlkə də yenidən sərhədləri çəkilməsinə ehtiyac yaranacaq. Yəni Putinin belə üstünlüyü var. Nə qələbə elan etsə, onu qələbə kimi də sıraya biləcək. Ukrayna bu anlamda daha ağır vəziyyətdədir. Çünki orada cəmiyyət daha dinamikdir, müxalifət var, başqa partiyalar. Artıq Zelenskinin rəqibləri dilə gəlməyə başlayıblar. Onlar artıq seçkiyə hazırlaşırlar. Ukrayna üçün bu məsələ daha çətin olacaq. Amma Amerika ilə Rusiya bir çox məsələlərdə anlaşıblarsa, bu Arktika ola bilər. Bu resursların yenidən Avropaya, Amerika Birləşmiş Ştatları tərəfindən satılması ola bilər. Bir qaz anlaşması gündəmdədir ki, Şimal qaz kəməri məsələsi gündəmdədir. Yəni, çox belə sadə dillə desək, Rusiyadan $200 alıb həmin qazı Avropaya $400-500 satacaq. Avropa da sevinəcək ki, bunun adı artıq Rus qazı deyil. Bunun adı artıq Amerika qazıdır. Ona görə rahat alacaq, vicdanları rahat olacaq. Yəqin ki, adı sənəddə dəyişdiyinə görə. Yəni, belə anlaşmalar varsa, o zaman Putin üçün də, Rusiya üçün də hansısa Donetskin, hansısa bir New York kəndinin kimin əlində olmasının o qədər də əhəmiyyəti olmayacaq da. Orada axırda daha böyük məsələlərin müzakirə olunacaq. Yarım il döyüş gedib. Bəli, bəli. Yəni kimin əlində olması o qədər əhəmiyyətli olmayacaq. Amma əgər anlaşmada Rusiyanın uda biləcəyi daha çox şey varsa. Ona görə mənə elə gəlir ki, bu məsələdə Rusiya maksimalist nöqteyi nəzərindən çıxış eləyir. Bugün çox maksimalist çıxış eləyir. Çünki cəbhədə üstünlüyü var. Addım-addım da olsa irəliləyir. Siz haqlısınız, böyük üstünlük yoxdur. Amma addım-addım da olsa irəliləyir. Bu üstünlüyünü dividendə çevirmək istəyir. Amma bu dividendin yerinə Amerika buna başqa dividendlər təklif eləyirsə, 2 milyon ton alüminium satışı, məsələn, hansısa resursların birgə istismarı və yaxud da Avropaya Rus qazının çatdırılması və s. Hansısa sanksiyanın ləğvi yetər. Sanksiyaların ləğvi və bu çox şeylər ola bilər. Və yeri gəlmişkən... Problem ondadır ki, Putin iqtisadi amillərlə axı düşünmür. Yəni, iqtisadi amillərlə düşünsəydi, Ukraynaya qarşı müharibəyə də başlamaz. Bu qədər itkilərlə üzləşdi. Putinin ətrafında Murad bəy toxundu, Pakrovsk uğrunda 6 ayda döyüşlər 20 min, 30 min əsgərini itirir. Çünki onun başqa səbəbi var. Çünki Rusiyada tarix boyu heç vaxt insan amilinin bir dəyəri olmayıb. Ruslar şəhər tikəndə belə insan, Peterburg tikəndə 100 min adam ölüb. Müharibə zadı yox idi. Amma bataqlıqda şəhər tikirdilər, 100 min ona görə Trumpın iqtisadi təklifləri orada insan amili o qədər də önəmli deyil. Trump iqtisadi maraqlı təkliflər versə Putinə belə, Putin yenə də işğal siyasəti. Əksinə Putinin yanında duran, ona təsir edən insanların bir çoxu daha çox iqtisadi düşünür. Mənə elə gəlir ki, razılaşma artıq baş verir. Məncə də. Natiq bəy, biz danışırıq, belə deyək də, bir üçbucaqdan. Ukrayna, Rusiya, Birləşmiş Ştatlar. Amma axı proseslər bu üçbucaqda baş vermir, ortada bir Avropa da var. Bu Avropadır ki, Ukrayna deyir, əgər nəsə olsa qorxma, sənin də alındayam. Silah da verə biləcəm. Biz əlavə sanksiyalar paketi fikirləşmişik. Bu hiss olunur ki, bu Donald Trump administrasiyasını əsəbləşdirir. Ən azından Vatikanda Papanın dəfni zamanı Zelenski ilə Trump görüşəndə Macron da yaxınlaşır və sonradan dodaq oxuyanlar oxuyurlar ki, Trump Macrona deyir ki, sənin burada olmağın düzgün deyil, sən burada olmamalısan. Orada arada bir dənə də Vatikanın nümayəndəsi vardı, o yazığın düzündə belə dəhşət idi ki, ay Allah, mən nə eşidirəm. İndi Avropa bu üçbucaqda hardadır? Avropa bura yardım göstərə bilər Ukraynaya, yoxsa sülhə dağıdıcı təsir göstərə bilər? Sizin fikriniz nədən ibarətdir? Mənə elə gəlir ki, Zelenski bir işin öhdəsindən gəldi. Avropanı az da olsa masaya qaytara bildi. Paris görüşmələri, London görüşmələri... Nəticəsi olmadı. Nəticəsi olmasa da ən azından bir balaca taburetka qoydular ki, Avropa Birliyi də orada otura bilər. Heç olmasa, kənarda bir qıraqda. Amma Avropa Birliyinin rıçaqları çox məhduddur. Söhbət tək puldan getmir axı. Əgər bir silahdan danışılırsa, Avropada istehsal olunan silahların 20%-dən 60%-nə yaxın komponentləri Amerika Birləşmiş Ştatlarından gəlir. Yəni, Amerika Birləşmiş Ştatları icazə verməsə, o silahı heç yerə nə sata bilər, nə verə bilər. Bax, burada bir ciddi problem var. İkinci problem insan resurslarıdır da. Avropa Birliyi ölkələri insan resursları ilə Ukraynaya kömək etməyə hazırdırmı? Çox sadə dillə desək, Ukrayna üçün vuruşmağa, ölməyə hazırdırmı? Yox. Məsələ də budur. Hətta sülhməramlı qüvvələrin belə Ukraynada yerləşdirilməsinə Amerikanın zəmanətini istəyir, həm Britaniya, həm Fransa. Yəni, bu nöqteyi nəzərdən Avropanın görə biləcəyi iş
bundan sonraki dövrdə ola bilər. Yəni Ukraynanın iqtisadi bərpasında iştirakı ola bilər, resursların istismarında hansısa bir formada iştirak edə bilər, orada hansısa bir iqtisadi layihələr həyata keçirə bilər. Amma gəlin biraz da dərinə getsək, düzdür, konspirologiya teoriyalarını sevməsəm də, amma Ukraynalıların Avropada olması, Ukraynalıların Avropaya köç etməsi Avropa üçün böyük iqtisadi üstünlük də qazandırdı. Bəlkə onlar da düşünürlər ki, içəri geri qayıtmasalar daha yaxşıdır. Məsələn, Polşa iqtisadiyyatı niyə sürətlə artır? Avropa Birliyi içində lider dövlətə çevrilib. Çünki 2 milyondan yuxarı Ukraynalı elə Polşada yaşayır. Ucuz işçi qüvvəsi. Həm ucuz, həm də çox keyfiyyətli işçi qüvvəsi. Bu çox vacibdir. Yəni ucuz olması o qədər də əsas deyil. Əsas həm də keyfiyyətli Yəni işçi gedənlərin qüvvəsidir. əksəriyyəti, Ukraynada gedənlərin əksəriyyəti yüksək səviyyəli peşəkar mütəxəssisləri və əksəriyyəti də ki, informasiya texnologiyaları sayəsində Bəli, hətta adi ustalar belə, məsələn, Polşada çoxdur, tanıdıqlarımız da var, danışırıq da, ustalar belə, ev ustaları belə Ukraynalılar işləyirlər və çox keyfiyyətli və daha ucuz iş görürlər. Yəni, sözümün canı odur ki, Avropa Birliyinin vahid mövqeyi heç vaxt olmayacaq. Çünki maraqlar o qədər müxtəlifdir ki, onları vahid mərkəzdə birləşdirmək çox çətindir. Bunu Amerika Birləşmiş Ştatları da bilir, bunu Rusiya da bilir. Ona görə də mənə elə gəlir ki, bu məsələlərin həllində bir müddətdən sonra Avropalılar da emissar çıxardacaq Rusiyaya. Avropalılardan da emissarlar yaranacaq ki, gedək biz də anlaşaq. Bəlkə də papaqlarını qabağına qoyub fikirləşəcəklər ki, biz eyni qazı Amerikanlar vasitəsilə niyə alaq axı? Elə gedək elə Rusiya ilə birbaşa alaq da. Elxan müəllim, Belə bir vəziyyət yarana bilər ya.